Rəhimoğlu var, Papoy qızı, 62 yaşım var. Özüm. Səndən yoldaş İlham Əliyev, birinci etmiş, səndən xahiş edirəm. Məni köçürdülər, fevralın 24-ü getdilər. Dedilər, səni bağla da, bostanla da, hər yerlə səni təmir edəcəyik. Malımı götdüm, gəldim, malım qaldı çöldə. Mənim malıma yer olmadı. Bir qonşu getdi, yer verdi, aparıb qonşunun yerinə qatmışıq, indi də oradan çıxardırlar. Mənim də dolanışığım, xəstə adamam, onkoloji xəstəyəm. İndi də gündə xəstəxanada, oğlumun işi yox, heç nə. Oğlumu da çəkiliş eləməklə işdən çıxartdılar, azad elədilər. Qalmışam, hökumətdən bir alacağım yoxdur. Sizə xahiş edirəm, bir ana kimi, bir oğul kimi mənə köməkdarlıq eləyəsən ki, mənə kömək eləyəsin. Mənə gətirdilər, məhləni verdilər, məhləni satdılar. İndi nə bostan yerim var, nə tola yerim var, heyvanım qalıb ortalıqda. Özümün də imkanım yoxdur. Göydə Allah'a, yerdə səni tanıyıram. İlham Əliyev, mənə kömək elə, səndən kömək istəyirəm. Mənə heç kim bu yeri, elçinin, getdim elçinin qabılına, elçi müəllimə dedilər ki, burada qabıl yoxdur. Heç kim mənim sözümü eşidib, mənim səsimə səs vermirlər. Gəlirlər buradakılar da, gəlir hamısı mənə lağlağ eləyib gedir. Əbi verdilər, əbi də verdilər, mənə verilən əbi verdilər, satdılar ayrısına. Mənə əb vermədilər. Gətdilər bir çınqılın içinə mənə əb veriblər, nə məhləsi var, nə bağı var. Qabaqca mənə dedi, yerin oradır. İndi də mənim yerimi əlimdən aldılar, mənə yeri vermirlər. Özüm qalmışam çıxılmaz vəziyyətdə. Mən bir dəstə yetim saxlamışam, imkanım yox. Hökumət işində oğlum oxumayıb, işləmir. Bir alacağım yox, 2 nəyim var, ondan dolanırım. Səndən xahiş edirəm, mənə köməkdarlıq edin, səsimə səs verin. Xanım, bir dənə bağışlayın, bayaq Elçin müəllim dediniz. Elçin müəllim kim idi? Elçin müəllim dediniz, qəbuluna getdiniz. Elçin müəllim getdik qabılına, bizə dedilər ki, burada qabılcat yoxdur. Qəbuluna düşə bildiniz, yoxsa yox? Qabına düşəymədik, neylədik. Nə deyirlər, yaxşı? Deyirlər ki, burada deyil, Bakıdadır. Mən də xəstə, onkoloji xəstəyəm, heç yana gedəymirəm. Mənə dedilər, buradakılar da mənə deyir, sənə burada yeri yoxdur. Çıxana gedəsən yer, sənə nə tola yeri vermirik, nə bostan yeri. 2 muşok kartov aldım, pitdi orada. Hamı bostanın eləyib, hamı tolası ilə, hamıya burada hazırlıqlı ictimai verdilər. Hamısının heyvanına burada hazır. Burada algı satıldı, yəni kiminin kamı var, baxırlar, kim mən kim kasıb, heç kim baxmır. Bundan bağlı kimdən kömək istəyirsiniz? Kimdən kömək istəyirsiniz bundan bağlı? Mən kömək istəyirəm İlham Əliyevdə, cənab İlham Əliyev, mənə kömək elə. Mənim ayrı köməyim yoxdur. Göydə Allah yerdəsən. Səndən xahiş edirəm. Ballıcanı qoyublar, alverə, kimin pulu var, baxırlar. Kimin ki yoxdur, mənim kimi kasıbı sayan yoxdur. Gətiriblər qonşunun 2 hektar yeri olarlar, gətirib ələbə mənə verilən yeri, məhləni ona tatıblar.